Azərbaycan və Ermənistan sülh prosesinin nizamlanması dünəndən mətbuatın gündəmindədir. Bilirsiniz ki, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov dünənləri bir açıqlama verdi. O, Ermənistan tərəfinin iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bildirdi. Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan da açıqlama verdi. O da bildirdi ki, biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır. İmzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Deməli, Ermənistan Azərbaycan şərtlərini qəbul edir. Amma Paşinyan burada detallara varmır. Yəni, Azərbaycanın şərtlərini qəbul edir, amma Ermənistan bildirməlidir ki, konstitusiyasında dəyişiklik edir, nə vaxt edir. Çünki Azərbaycan ərazilərinə iddia edən maddələr var Ermənistanın konstitusiyasında. Həmçinin ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupu rəsmi şəkildə ləğv olunmalıdır. Ermənistan Azərbaycanla bir yerdə onun ləğvinə müraciət etməlidir. Bunları Ermənistan öz açıqlamasında bildirməlidir. Onu da deyim ki, Ermənistana bu vaxta qədər havadarlıq eləmiş Fransanın prezidenti Makron da, ondan sonra Latviyanın Xarici İşlər Naziri, Estoniyanın Xarici İşlər Naziri, Avstriyanın Xarici İşlər Nazirliyi məsələyə müsbət münasibət bildirdilər ki, sülh prosesinin nizamlanması ilə bağlı. Görünən odur ki, irəliləyiş var, amma Azərbaycanın şərtlərinin detalları deyilməlidir. Dünənləri prezidentin köməkçisi, xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin də bir açıqlaması oldu. O, Ermənistan rəhbərliyini hazırda Bakıda keçirilən bu Ermənistan cinayətləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi ilə yaxından əməkdaşlıq eləməyə çağırıb. Ümumiyyətlə, dünənləri Azərbaycan mətbuatı çox böyük bir hadisəni işıqlandırdı. Prezident İlham Əliyevin 12-ci Qlobal Bakı forumunun açılış mərasimindəki çıxışında çox ciddi mesajlar var idi. Həm sülh prosesi ilə bağlı, həm də Ermənistanın və başqa dövlətlərin sülh prosesindəki fəaliyyətləri ilə bağlı. Ölkə başçısı Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı xatırlatdı. Prezident çıxışında Avropa İttifaqını kəşfiyyat aparmaqda günahlandırdı. Bugün Ermənistanın böyük qardaşı dəyişib kimi mesajını verdi. Yəni, indi həmin o qardaş Brüsseldir. Burada təbii ki, Fransa baş roldadır. Dövlət başçısının çıxışına nəzər salsaq, çox ciddi bəyanatların səsləndirdiyinin şahidi olaraq. Birmənalı olaraq dövlət başçısı da öz çıxışında bildirdi ki, Ermənistan Azərbaycanın ərazi iddialarından əl çəkəcəyini, ATƏT-in Minsk qrupunun buraxılması üçün Azərbaycanla birgə müraciət etməli olduğunu bildirdi. Yəni, Ermənistan bu şərtləri qəbul edirsə, dediyi kimi, təbii ki, bunu Azərbaycan Xarici İşlər Naziri də bəyan elədi ki, Ermənistan artıq təklifləri qəbul edib. Bu detallara da varılmalıdır və Ermənistan tezliklə öz konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycanın iddialarından əl çəkməlidir, ərazi iddialarından konstitusiyada yazılmış və təbii ki, sülh prosesi nizamlanmalıdır, imzalanmalıdır.